Salam dostlar, necəsiz? Ümid edirəm yaxşısınız. Bu gün sizlərə həm çəkdiyim şəkilləri, həm də rəsm üçün aldığım əşyalar göstərəcəm. Gəlin keçək. Birinci rəsm üçün aldıqlarımı göstərmək istəyirəm. Bunlardır. Gəlin keçək. 20 manatlıq şey almışam. Nəysə, skuter üçün pul yığırdım. Artıq skuterim var. Ona görə rəsm üçün şeylər aldım. Birinci olaraq belə bir çatan aldım. A4 çatandır. 2 manat idi. Eniştenlə aldım. Hər şey eniştenlə almışam. Bir dənə şey, ağ quaşdan başqa. Çünki eniştendə ağ quaş qutarmışdı və mənə mütləq 3-cü günə lazım idi. Ona görə məcbur aldım. Belə. Buna şeydə eniştenlə almışdım və çəkmişəm. Çıxış olub. Nəyə baxıb çəkmişəm, onu da göstərəcəm. Belə çatan 2 manat idi. Sonra dağıldı nəsə. Sonra belə 12 rəng quaş. Əslində fikrimdə 16 rəng tutmuşdum, amma 16 rəng 18 manat olduğu üçün məcbur bundan aldım. Sizin göstərim. Belə. Bir də üst rənginə baxın. Buna baxın. Bu rəngə baxın. Buna baxın. Əlaqəsi yoxdur. Nəysə, buna baxın. Buna baxın. Nəysə, belə bir quaş aldım. Bu markanın yaxşı markadır. Bizdə rəsmdə hamıda o markadır. Bir-iki nəfər haric. Məndə də başqa markaydı. Ona görə elə bundan aldım. Sonra bu vərəqdən aldım. Qalın A4 vərəq. Əsasən buna çəkirəm. Bu da 3 manat idi. İçinə 10 dənə çıxır. Burada məndə qalmışdı hələ də. Amma yəni getdiyimə görə aldım. 3 dənə qaldı deyəsən. Bu. Sonra sketchbook aldım. A4 istəyərdim. Amma A4 baxaydı. Yəni 5 manat nə qədər idi. Ona görə 3.50-yə A5 aldım. Üstünün şəkli çox qəşəng idi. Bilmirəm, buna bax, bəlkə çəkərəm, bəlkə. Sonra ana əşya deyək. Nəysə, boş ver, heç nə deyil. Belə bir ağ quaş. Ağ quaş da yarıya qədər idi. 3 manat idi. Kompasdan aldım. 20% indirim var idi. 2.40-a düşdü deyəsən. Bunların da hamısını təkcə 20 manat vermədi. 20 manatdan çox oldu. Təbii ki, enişten endirim elədi. 17 manat elədi hamısı. Baxın, bunların hamısı 17 manat elədi. Əslində 17-dən çox eləyir, nəysə. Bunun içini göstərəcəm sizə. Buna baxın. Yarısı yoxdur bunun. Bilsəydim eniştenlə 3 manat verib, belə ağzına qədər dolu alardım. Belə. Bu mənim aldıqlarım idi. İndi bu videodan sonra gedəcəm sketchbook'a şey çəkəcəm. Nə çəkəcəkdim? Pikachu çəkəcəm. Pikachu. Nəysə, indi bunları çəkim qırağa çəkdiyim şəkilləri göstərim sizə. Keçid eləyək. Qolokana yığdım, gəldim. Qoyum qırağa. İndi keçək çəkdiyim şəkillərə. Bunu yaxında çəkmişəm. Elə bununla başlayaq. Bu mənim çatanı çəkdiyim ilk şəkildir. Bunlar biraz pis alınmışdı. Əlimə əl dəydi. Belə. İndi nəyə baxıb çəkdiyim onu göstərəcəm sizə. Nəyə şəkli bura qoymuşdum. Baxın, buna baxıb çəkmişəm. Baxın, bu çəkdiyim. Bu da əsas olan. Sizcə necədir? Məncə pis olmayıb. Yəni, nə də olsa çatana çəkdiyim ilk şəkildir. Neysə, indi keçək digər şəkillərimizə. Və bununla başlayaq. Fayl buka yığmışam çəkdiyim şəkilləri. Bunun içindən sadəcə bir dənəsini sadəcə birini çəkməmişəm. O da müəllimə məhəd edib. Bəyənmişəm deyə. Yəni, başlayaq. Bu tərəfdən başlayır. Bu lavabonu çıxartmışam. Bunlar çıxardılandı, onlara baş verin. Baxın, mən rəssamlığa ilk gedəndə bu şəkil çəkmişəm. 2-3 ay birinə getdim. Ondan sonra da başqasına getdim, belə.
Mənzərə rəsmi çox sevirəm. Əsas bu lazımdır, çünki mən dizaynerlığa vermək istəyirəm və mənə əsasən belə qablar lazımdır. Bunu tək evdə çəkmişəm, əlməsiz. Belə əyrimci olub, bunu da tək çəkmişəm. Belə, nəysə. Sonra belə. Bu da biraz beş olub. Bunda kraskam yaxşı değildi, qırılırdı kraskam. Baxın, burada görünür dəqiqə. Baxın, kraskalarım qırılıb tökülür. Nəysə, davam eləyək. Bu şəkil. Sonra bu şəkil. Və bundan sonra karandaşdır. Mən karandaşla çəkməyi heç sevmirdim. Amma mənim ixtisasıma görə, ona görə məcbur çəkirdim. Mən çəkmişəm. Belə. Bunu da evdə tək çəkmişəm. Belə. Bunu müəllimə mənə çəkib göstərib, necə lazımdır. Bunu da mən çəkmişəm. Və bu da mənim ikinci rəssamlıqda ilk şəklimdir. Mən türpanı çox sevirəm, özü sarı türpan. Ona görə ilk bunu çəkdim. Burada 8 mart yazırdı. Müəllimə mənə dedi ki, 8 mart yazma, belə naxış vur. Mən də vurdum. Sonra belə rəsim. Sonra bu rəsim. Bu rəsmini hamı çox bəyənir deyə çox gerçəkçi olub. Məncə də qəşəngdir. Bunu boş verin. O portretdir. Mən elə portret üçün tezdir. Belə. Bəsdir. Bu karandaşla şəkil. Məncə qəşəngdir. Sonra bu. Bunun yarısını məşğələdə, yarısını evdə çəkmişəm. Qıraqları ağ idi. Qırağına boya ulaşdım. Mən də məcbur boyadım. Belə bir marujna dünya. Sonra belə bir limon. Burada müəllimənin köməyi olub. Amma cəkdə az olub. Buranı elə bil mən sulu vermişdim deyəsən. Vərəqim nöqtə-nöqtə olmuş da. Qara nöqtə-nöqtə. Ona görə müəllimə gəldi, qoşunu düzəltdi. Sonra bu rəsim. Məncə qəşəngdir. Dedim ki, mənzərə çox sevirəm. Sonra belə bir qız. Bunu evdə çəkmişəm. Özüm tək çəkmişəm. Sonra belə bir gül. Belə bir kofe kruasan. Qəşəng olub. Belə bir şəkil. Bu çox qəşəngdir. Mənzərə şəkildir. Mən bu şəkil çox bayılıram. Quşlar. Sonra bu şəkil qəşəng alınmayıb. Bilmirəm niyə pis alındı. Bunu qulaq çöpüylə belə vermək lazım idi. Mən aparmadığım üçün, yəni eləyə bilmədim. Belə biraz çirkin alındı. Ağacı boş versəm, yəni arxa fon, nə bilim, buraları qəşəng olub, məncə pis deyil. Sonra bu. Burada ayı biraz düzəltmək lazımdır. Ağla sarı qarışıb biraz qəribə olub. Sonra bu şəkil. Bu şəklin rəngləməsi hamı öz detayım, öz şeyimdir. Fikrimdir. Sadəcə bu çəkimlər falan, yəni müəllimədə idi. Qara şəkil idi, yəni qara ilə vermişlər. Rəngləmələrini özüm elədim. Yəni belə şəkil. Bu şəklin arxa fonu qəşəng olmayıb. Yəni o şəkil görsəydiniz, il qəşəngdir. Nəysə. Bu şəkli qardaşım cırmışdı. Mən yapışdırdım. Belə. Bu minnacık. Baxın, bu şəkli müəllimə mənə verib. Bunu çox qəşəngdir. Bunu da evdə tək çəkmişəm. Sonra belə bir şəkil var. Bunu ağ olmalıydı. Bu mor olan hissələri. Mənim ağ quaşım az olduğu üçün belə oldu yəni. Bu nə? Baxın. Nə olduğunu çözün, bilmirəm mən. Belə bir şeydir, barmaq izləri falan var. Və son çəkdiyim şəkildə budur. Müəllimə bu şəkil çəkəndə mən çox bəyəndim. Dedi, çox qəşəng çəkmişəm. Çəkmişəm. Belədir, mən də çox bəyəndim. Yəni, belə gözləmirdim, çox qəşəng alınıb. Bu şeydə, Filebookda şəklin bu qədərdir. Keçək buna. Bunda piksel çizimlərdir. Yəni riyaziyyat dəftərinə çəkmişəm də, yəni belə bir şey. Baxın belə piksel çizimlər bir şeydir.
Ne kadar sevirsen var ya. Ne kadar seviyorsun. Ondandır. Evde çıxartdırıb şey eləmişdim. Bu da bu sizin belə. Belədir. Burada stiker yapışdırmışam. Bunu da çıxardım. Hə. Belə. Geçəcək. Bunu bəyənirəm. Belə. Qurbağa kələbəy. Qurbağaya baxın. Among Us'lar. Belə. Bunların hamısını bu dəftərə çəkmirəm. Başqa dəftərə çəkirəm. Oradan kəsib buraya yapışdırıram. Vərəqlər bir-birinə yapışıb. Və bu da son çizimlərim deyəsən. Baxın, hə, sondur bunlar. Bu qədər. Çəkdiyim şəkillər bu qədərdir. İnşallah videomu bəyənərsiniz. Bunların hamısını Pinterest'dən baxıb çəkirəm. Əlbəttə ki, məşğəldə çəkdiklərim yox, evdə çəkdiklərim Pinterest'dən baxıb çəkirəm. Bu şəkli də Pinterest'dən tapmışdım. Atama dedim çıxartsın, çıxartdı, getdim məşğəldə işlədim. Bir dənə də çatanım var, hələ dəqiq bilmirəm nə işləyəm. Neysə, bu qədər. İnşallah videomu bəyənərsiniz. Kanala abunə olub like atmağı unutmayın. Sağ olun. Belə videoların davamı üçün abunə olun.